Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan və düzgün üsulla rəngi qaralmayan, meyvələri dəndən qalan albalı mürəbbəsinin hazırlanma qaydası olacaq. Mürəbbəni hazırlamaq üçün ləyənin içərisinə stəkanın başından 2-3 barmaq qəskik su əlavə edirəm. Ləyəni ocağın üzərinə yerləşdirirəm. 1 kilo şəkəri də az-az əlavə edib qarışdırıram. Hər 1 kilo meyvəyə 1 kilo şəkər əlavə olunur. Az-az əlavə edib qarışdırdıqda şirənin içərisində şəkər topaclanmır, daha tez əriyir. Bu cür qaynadıqda içərisinə əvvəlcədən yuyub təmizlədiyim albalıları əlavə edirəm. İlk qaynara düşdükdə üzərindəki kəfi yığmıram. Pişənə yaxın kəfi yığsaq, onda meyvənin rəngi qaralmaz. Görürsünüz, bu cür kənarlara doğru yığıldıqda sonradan kəfi yığıram. İçərisinə pişənə yaxın 1 çimdik limon duzu əlavə edirəm. Mürəbbəni qazın yüksək temperaturunda bişirmək lazımdır ki, rəngi daha gözəl olsun. Sonda bu cür coşlaşıb qaynadıqda artıq hazırdır. Boşqaba azacıq əlavə edib kənarda 1 dəqiqə soyuduram. Üzərində yerdə qalan kəfi də yığıram. Barmağın ucunda bu cür yoxlamaq lazımdır. Kəf birləşmirsə, mürəbbə hazırdır. Ocağı söndürdükdən sonra ləyəni sirkələyərək yerdə qalan kəfi də yığıram. Qeyd edim ki, albalı mürəbbəsi pişdikdən sonra isti-isti duru görünə bilər. Sonradan qatılaşacaqdır. Artıq gördüyünüz kimi mürəbbə hazırdır. Görürsünüz, meyvələr dəndəndir. Rənginə söz ola bilməz. Hər kəsə bu üsulu mütləq sınamağı tövsiyə edirəm. Videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi, kanalımıza abunə deyilsinizsə abunə olmağı unutmayın.